Sual soruşan qadın deyir, mənim qızlarımın köhnə paltarlarını mənə verirlər. Mən də onlarla evi təmizləyirəm. Bunu etmək icazəlidirmi? İraqlı Ummu Amin, Allah sənə bərəkət versin. Sən deyirsən ki, qızlarının köhnə paltarların evi təmizləmək üçün istifadə edirsən. Bunun icazəli olub-olmadığını soruşursan. Bəli, bu icazəlidir və bunda heç bir günah yoxdur. Hər kim bunun icazəli olmadığını deyirsə, bu boş xurafatlardan bir xurafatdır. Əksinə, bu qənaət etməyin və israf etməməyin tərifə layiq bir növüdür. Yəni, sən bu paltarları zibilliyə atmaq əvəzinə, məsələn, onları təmizlik işlərində istifadə edirsən. Bunda heç bir günah yoxdur. Allaha həmd olsun. Və bundan daha yaxşısı isə, əgər ehtiyaclı, kasıb qadınlar tanıyırsansa və bu qadınların paltara ciddi ehtiyacı varsa, həmin paltarları onlara sədəqə verirsən və savab qazanırsan. Əgər sən deyirsən ki, mən belə birini tanımıram və ya bu paltarlar verilməsi uyğun paltarlar deyil, məsələn, ev paltarlarıdır. Bu halda onları evdə təmizlik üçün istifadə etməyində heç bir günah yoxdur. Allah sənə bərəkət versin.